Əvvəla deyək ki, namaz çox əzəmətli bir ibadətdir. İslamın dirəyidir, sütunlarındandır. Ona görə bir müsəlman namazsız təsəvvür olunmur. Deyəndə ki, mən müsəlmanam, namazın yoxdursa sən necə özünə müsəlman deyə bilirsən? Çünki ən əzəmətli ibadətlərdən biri. Şəhadət kəlməsindən sonra ən əzəmətli sütundur, rükundur, üsullardandır. İslamın dayaqlarındandır. Yəni, namaz yoxdursa necə deyirsən, mən müsəlmanam, ağız dolu. Ona görə hər bir müsəlman gərək namaz qılsın, Allaha ibadət eləsin. Çünki ən əzəmətli ibadətdir. Həmçinin bax, namazda insan xuşulu olmalıdır, təvəzzökar olmalıdır. Çünki Rəbbinə doğru ibadət edir, Allaha ibadət edirsə, Allah da bəndəsindən nə xoş deyir. Hər bir ibadətdə təvəzzökarlığı, hər bir ibadətdə xuşulu olmağı sevir. Bu həyatda nə addım atırsan at, sənin Allahın yardımı sənə olmasa, müvəffəqiyyəti olmasa, heç bir şey əldə edə bilmirsən. Həyatın hər bir anında elədir. İstər bu sənin ibadətlərindən bağlı olsun, istər sənin dünyavi işlərinlə bağlı olsun, Allahın hidayətinə ehtiyacın var, səni yönəltsin, səni müvəffəq eləsin. Və o müvəffəqiyyəti də əldə etmək üçün ən böyük səbəblərdən biri Allaha itaətdir. Onların təbii ki, başında namaz qılmaq durur. Gör, namaz qılmayan insanlar nə qədər şeylərdə məhrumdur, subhanallah. Allah'ın olsun. Namaz Allaha ən sevimli ibadətdir və qul da Allahı sevib ona itaət edərsə, gör nə qədər Allahın məhəbbətini qazanar. Sonra şikayət edirik ki, həyatımız niyə çətindir, niyə xoşbəxt deyilik, niyə o qədər suallar gəlir ki, insan həyatı ilə bağlı. Deyir ki, səbəblərdən biri Allahdan uzaq düşməkdir. İnsan Allahdan uzaq düşəcəksə, təbii ki, Allah onu başlı-başına buraxacaq. Öz nəfsinə buraxacaq, öz problemləri ilə başlı-başına buraxar. Yəni, niyə də elə olmasın ki, hər kəs deyir ki, Allah rəhəmlidir, mərhəmətlidir, niyə yardım eləməsin? Biz onu başa düşür, təbii Allah rəhəmlidir. Rəhəmli olmasaydı, yer üzərində bir dənə kafir qalardı, qardaş. Yer üzərində bu qədər zalimlar var. Allah Taala'nın hər kəsə mərhəməti var. Hətta möhlət verir, gözləyir. Bəlkə o zalim, o fasiq qulu geri dönər. Lakin nəsə bir şey də baş verəndə özündən başqa heç kəsi qınama. Həmən demək ki, Allah məndən niyə üz döndərdi? Allah məni yaratmışdırsa, mənə niyə yardım eləmir? Və sən Allahın dini üçün nə etdin? Sən Allah üçün nə etdin? İnsan gərək sualı birinci özünə versin ki, yaxşı, sən əgər Allaha iman gətirdiyi deyirsənsə, sən Allah üçün nə təqdim eləmirsən? Allah üçün nədən keçmirsən? Ən böyük şey namaz görsə, namaz qılmır. Sonra deyir ki, problemlər və s. və ilaxır. Allahdan uzaq düşəndə Allah təbii ki, insanı o problemləri ilə də başlı-başına qoyacaq. Yenə buna baxmayaraq, Allah yenə mərhəmət göstərir. Kafirlərin, zalimlərin, fasiqlərin həyat tərzinə bax, necə yaşayırlar. Yenə Allah möhlət verir, hikmətindən də bilmirik niyə görə. Bəlkə əzabı daha şiddətli olsun deyə belə azğınlıq içərisində buraxıb və ya möhlət verir ki, canını alsan, bəla göndərsən, məhv olub gedəcək. Rəhmətindən bəlkə möhlət verir. Qardaş, indi Allah bilir hikmətini.